Bugünkü mövzumuz Günay xanım, heç vaxt həkimlik praktikamda danışmadığım bir mövzudur. Mövsümü depressiyadır. Düşünürəm ki, bunu axtarış versələr danışılmamış bir mövzudan bəhs edəcəyəm. Mövsümü depressiya ümumiyyətlə nədir? Gəlin buradan giriş eləyək. Ümumiyyətlə psixiatrik xəstəliklərdə, psixiatrik pozuntularda mövsümü keçidlər böyük önəm daşıyır. Adətən bizim xəstəliyinin başlanması, Günay xanım, təkan verilməsi, yenidən alovlanması, residivləşməsi, belə deyək, mövsümü xarakteri daşıyır. Xüsusən deyirlər ki, bax elə indi yaz ayı gələcəkdir, xəstəliklər baş qaldıracaqdır. Payız ayı gələcəkdir, xəstəliklər baş qaldıracaqdır. Gəlin baxaq ki, mövsümü depressiya nədir? Mövsümü depressiya adından məlum olduğu kimi mövsümü xarakter daşıyır. Psixiatrik bir pozuntudur, psixiatrik bir xəstəlikdir. Xəstəliklərin beynəlxalq təsnifatı və DSM üzrə psixiatrik bir diaqnozdur. Diaqnozu həkim-psixiatr tərəfindən təyin edilir. Mövsümü depressiya daha detallı desəm, nevrotik xəstəliklər qrupuna, nevrotik pozuntular qrupuna daxil edilir. Yəni bu ruhu xəstəlik deyildir. Bu nevrozun, yəni nevrotik pozuntunun bir növüdür. Eyni zamanda daha detallı desəm, əhval-ruhiyyə pozuntusudur. Bu necə olur, baş verir? Payız aylarının sonlarında, qış aylarının əvvəllərində başlayır, yaz aylarının sonlarında, yay aylarının əvvəllərində tamamlanır. Bəzən istisna hallarda isə əksinə xarakter daşıyır. Yaz aylarının əvvəlləri, yay aylarının, belə deyək, yaz aylarının sonları, yay aylarının əvvəllərində başlamış olur. Yəni adi depressiyadan biz buna görə mi fərqləndiririk? Bəli, mövsümsel xarakter daşıdığına görə fərqləndirə bilirik və hər il eyni mövsümlərdə və yaxud da ki, bir neçə ildən bir başlayaraq davam edir. Adətən pasiyent nə deyir? Doktor, hər il belə olmuram, bir də 3-4 il bundan qabaq belə olmuşdum deyə ifadələr işlədir. Belə də ola bilir. Bəli, belə də ola bilir. Bəzən olur 3 il, 4 il, 5-6 il ara verərək yenidən residivləşir, təkrarlanır. Bəs təkrarlanmamaq üçün nə etmək lazımdır? Və bunlara da biz giriş edəcəyik. Mövsümü depressiya ümumiyyətlə necə olur, başlayır? Biz bildiyimiz kimi bütün xəstəliklərdə giriş eləyirəm ki, necə olur? Ümumiyyətlə payız, qış aylarında hava tutqunlaşır, havalar soyuyur. Günəş işığı azalır. Bəli, tam doğru Günay xanım. Günəş işığı azalır, günəş şüası az düşür. Həmçinin bizim beyin qabığının üst səthində həssaslıq azalır ki, biz bu günəş işığını daha zəif qəbul etmiş ola bilirik. Hamı evlərinə doğru çəkilir, hava buludlu, dumanlı, çiskinli olur, tutqun, durğun olur və insanlarda bir növ qapanma yaranmağa başlayır. Həmçinin gecələr uzanır, gündüzlər qısalır. Praktik olaraq müəyyən bir insanlarda artıq bu yaranır. Bəs görəsən, ümumiyyətlə patogenetik olaraq necə başlayır bu xəstəlik? Mövsümü depressiya zamanı beyin kimyasında fizioloji, neyrokimyasal dəyişiklik gedir. Nə baş verir? Biz sirkat ritmlər deyirik. Sirkat ritm pozulur. Ümumiyyətlə sirkat ritm bizim orqanizmin bioloji sadıdır. Yəni bu olmasa biz ümumiyyətlə həyatda bir sıra funksiyalarımızı icra edə bilmərik. Gecə gündüzü də bilmərik də doktor. Məsələn, bir qapalı otaqda qalmışıq, sirkad ritm yoxdursa, düzdür, müəyyən müddətdən sonra bu sirkad ritm itəcək, orada qapalılıqda qalsaq. Qapalı, amma ki, yəni bu bizi idarə edir ki, yuxudan oyanmaq vaxtıdır, yatmaq vaxtıdır. Bəzən amma elə insanlar var ki, onlarda pozulur. Elə digər psixoloji pozuntular. Bəli, pozuntu başlayır. Sirkat ritmlər bizim o siz deyənə qüvvət olaraq Günay xanım, gündəlik olaraq gecə, gündüz, digər pozuntularda da belə, yəni hormonal balansı tənzimləyir. Məsələn, buradan bir giriş eləyək. Mövsümü depressiya zamanı orqanizmdə serotonin neyromediatorunun miqdarı, belə deyək ki, azalır, melatonin miqdarı artır. Yəni şəxslərdə artıq bu zaman patogenetik olaraq mövsümü depressiya başlayır. Bəs görəsən, mövsümü depressiyanın əlamətləri nələrdir? Mövsümü depressiya, biz bildiyimiz kimi Günay xanım, bundan öncəki mövzumuz da depressiya idi. Depressiyanın əsas iki böyük qolu var. Tipik, atipik. Bu nə deməkdir tipik, atipik? Adından məlum olduğu kimi. Tipik depressiya zamanında depressiyanın canlı, görsənən əlamətlərini ifadə edir. Hansı ki, o əlamətlərlə əhval-ruhiyyə düşkünlüyü olsun, özünə qapanma olsun. Artıq biz bilirik ki, bu şəxsdə depressiyadır. Atipik depressiyada isə sanki depressiya maskalanmış, gizlənmiş formadadır, atipik formadadır. Yəni depressiyaya məxsus olmayan, gizlənmiş əlamətləri ifadə etmiş olur. Yəni qarışdıra bilərik biz bunu. Bəli, tam doğru. Mövsümü depressiyanın kliniki əlamətləri hansılardır? Bu atipik depressiyanın kliniki əlamətlərini daha çox özündə ifadə edir. Bu zaman nə baş verir? Mövsümü depressiya zamanı şəxsin əhval-ruhiyyəsi aşağı düşür. Şəxs, belə deyək ki, enerji potensialı enir. Enerji potensialı enir, biz buna evolyusiya deyirik. Şəxs hərəkətsiz vəziyyətdə olur.
durduğu yerdən, oturduğu yerdə qalxıb bir yerə keçə bilmir, yatağından qalxmaq istəyi yaranmır, keyfsiz, əhvalsız olur. Həmçinin bu zaman xüsusi əlamətlərdən biri də mövsümi depressiyanın gün ərzində aşırı dərəcədə qidalanmağa meyillikdir. Doyma siqnalı olmur. Şəxs daha çox kalorili, karbohidratlı, yağlı, şəkərli qidalarla qidalanmağa meyilli olur. Nəticə etibarilə Günay xanım, qısa müddət ərzində şəxsin bədən kütlə indeksi artır, çəkisi artır, piylənmə yaranır, obez yaranmış olur. Bəli. Müəyyən bir müddətdən sonra mövsümi depressiyanın əsas əlamətlərindən biridir. Tipik depressiyadan fərqli olaraq şəxsdə gün ərzində aşırı dərəcədə yuxululuğun olmasıdır. Yəni bu nəyə bağlıdır? Şəxsin gün ərzində beyninə səbəbsiz yerə hər hansısa bir təhlükə olmadan öz yaxınlarının, ailə üzvlərinin, övladının başına hər hansısa bir pis hadisə gələcək. Pis fikirlər dolaşır. Bəli, bu pis fikirlər gün ərzində onun başında cərəyan edir, dolaşır. Və gecə başını yastığına qoyanda o düşüncələr ondan əl çəkmir. Onda həyəcan, təşviş, qorxu, tədirginlik yaranır. Və nəticə etibarilə pasiyentlər nə deyir? Doktor, beynim yatmır, beynim daim fikirlidir. Başımı balınca qoyuram yastığa, yuxuya keçə bilmirəm. Şəxs yuxuya çətinliklə keçə bilir və nəticə etibarilə yuxuya keçsə belə səhərə yaxın mürgüləyir və səhər yatağından qalxa bilmir. Məhz bu mövsümi depressiyada da həmin şəxslər gecə yatmamağı fonunda gün ərzində yuxulu olur, əzgin olur, bitkin olur, halsız olur və nəticə etibarilə şəxsin gün ərzində diqqətinin sürdürülməsi, diqqətinin davam etdirilməsi pozulur, diqqət dağınıqlığı, diqqət defisiti, diqqət çaşmazlığı yaranır və nəticə etibarilə şəxsin anlaması, qavraması, yadda saxlama problemləri yaranır, düşüncəsi zəifləyir. Bəzən şəxslər deyir, Günay xanım, doktor, unuduram, əşyanı bura qoyuram, sonra yerini tapa bilmirəm. Deyir, mənim yaddaşım zəifdir. Əslində bu depressiya fonunda yaranan unutqanlıqdır. Bu, beynin, belə deyil, üzvü mənşəli olan yaddaş pozuntusu deyil, sizdə Alzheimer deyil, sizdə depressiya fonunda yaranan yaddaş pozuntusudur. Digər bir məsələ kimi şəxslərdə cinsəl disfunksiya yaranır. Şəxs, belə deyək ki, kişilərdə testosteron miqdarı aşağı düşür, cinsəl zəiflik, cinsəl istəksizlik, sərtləşmə problemləri, tez boşalma, erkən boşalma problemləri, qadınlarda estrogenlərin miqdarı aşağı düşür, prolaktin qalxır, sonsuzluq, menstrual sikldə ləngimə bəzən aylarla qadın menstruasiya ola bilmir, hətta süd vəzindən axıntının gəlməsinə doğru gedən bir proses irəliləyir. Sonraki etaplarda şəxsdə, belə deyək ki, ağrılar yaranmağa başlayır Günay xanım. Deyir, bədənim sızıldır, doktor, bədənim elə bir göynür. Əzəli ağrılar. Əzəli ağrılar olur. Baş nahiyədə baş ağrıları, başda sıxılma, ürək bulanma, qusma olur. Şəxs dərhal şübhələnir. Deməli, mən belə deyək, insult keçirəcəm. Belə deyək ki, beynimə qan sızacaq. Kürəyim ağrıyır. Bəli, bayılacam, huşumu itirəcəm, kontrolumu itirəcəm deyə düşüncələr yaranır. Və yaxud da ki, bu zaman ağrılar bütün bədən boyunca irradiasiya edir. Başa, kürəyə, sinəyə, döş qəfəsinə, ayaqlara doğru irəliləyir. Və gedirlər hara? Müayinələrə, MRT-lərə, analizlərə, qalaq-qalaq kağızlarla gəlirlər Aytan xanım. En qədər, bəli, ixtisaslı həkimlərdə Günay xanım, müalicələrdən keçmiş olurlar, müayinələrdən keçmiş olurlar. Hətta həkim deyəndə sənin bir şeyin yoxdur, müraciət et psixiatra. Deyir, onda ümidsizlik yaranır. Necə bir şeyim yoxdur ki, axı mənim bədənim ağrıyır. Fibromiyalgiya tipli ağrılar yaranmağa başlayır. Növbəti verilişlərdə bunu da danışacağıq. Bütün xəstəliklər beyində başlayır. Nə deyirsiniz deyin, mən bu illər ərzində bunun şahidi oldum ki, bütün xəstəliklər bizim beynimizdə yaşayır. Düşüncələrimizi birinci sağlamlaşdırmalıyıq. Ondan sonra bədən də sağalacaq. Bəzən görürsən ki, müxtəlif ağrılar deyir, mənim mədə bağırsağıma çarə tapmırlar. Mən bir həkim tapa bilmirəm ki, bunu müalicə eləsin. Yaxşı bir həkim tanıyırsan, artıq mənə əlamətləri deyəndə deyirəm Aytan Namazova, həkim psixiatr. Yazıl və get, görəcəksən necə effekt verəcək. Gözəl bir məqama toxundunuz Günay xanım. Mədə nevrozu, mədənin irritabl sindromu, qıcıqlanmış bağırsaq sindromu. Əslində bunlar psixiatrik bir diaqnozlardır. Adı altında dəfələrlə kolonoskopiya, endoskopiya, gastroskopiya müayinələrindən, rentgen müayinələrindən, uzi müayinələrindən keçirlər. Amma analizləri verirlər, eyni qədər sənədləri toplayıb gəlirlər. Doktor, dərdimin çarəsi tapılmadı. Altda yatan səbəbi depressiyadır. Və yaxud da ki, şəxsin belə deyək, bu zaman simpatik sinir sisteminin fəaliyyəti artır deyə, orqanizmdə adrenalin artır deyə qan damarları daralır, qan təzyiqi artır. Şəxsin daim olaraq təzyiqi yüksək olur Günay xanım. Nəbzi sürətlənir, ürək vurğuları artır. Deyir, doktor, mən axı kardioloji dərmanlar içirəm, təzyiq salıcı dərmanlar içirəm, adlarını söyləmək istəmirəm, filan dərmanları. Niyə mənə təsir eləmir? Düşməsin.
ən yüksək dozada belə təzyiq salıcı dərman istifadə edirlər. Yenə də təzyiq düşmür. Bax, bu da bir şübhələnməyə artıq rəva verir də, imkan verir ki, bizə ki, görək əgər bu dərman yazılıb sənə həkim tərəfindən, təzyiq dərmanı, amma təzyiq yenə də qalxırsa, deməli burada başqa bir problem bir altda yatır. yatan səbəb var. Bəzən olur ki, Günay xanım, şəxsdə doğrudan da uzun müddətli təzyiq fonunda həqiqətən də miokard infarktına gətiriləcək səbəb yaranır. Çünki biz qeyd etdiyimiz kimi bütün xəstəliklərin, əksər xəstəliklərin altda yatan səbəbi kimi stres faktoru var. Filankəsin beyninə qansızlığı dərhal soruşurlar. Nəyə əsəbləşmişdin? İnsult oldu. Bəli, şəkər oldu, deyir nədən qorxmuşdun? İnsult oldu, deyir ki, nə olmuşdu? Davadalaş olmuşdu, kimə əsəbləşmişdin? Yəni stres faktoru bütün xəstəliklərin təkan verici faktoru kimi qeyd edərdim. Həmçinin bu zaman pasientlərdə tənəffüs problemi yaranır. O necə olur, doktor? Nəfəs alıb vermə artır. Şəxs daim olaraq ah çəkir. Bax, depressiyada olan insanları görmüşük. Özündən xəbərsiz. Həmişə halsızdır, ah çəkir, yorğundur. Bəzən bir dəqiqə ərzində neçə dəfə bax elə nəfəs alırlar onlar. Bəli, özgüvənsizdir. O elə bilir ki, onu heç kəs başa düşmür. Bax, gözüm sizə baxır, Günay xanım, fikrim başqa yerdədir. Siz nə danışırsınız, gözüm sizdədir, amma bilmirəm nə danışdınız. Söhbətin davamını istəyəndə mən söhbəti davam etdirə bilməyəcəm. Hətta bəzən nitqim zəifləyəcək, nitq kəkələyəcək, yavaşlama müşahidə olunur, qırıq-qırıq nitq müşahidə olunur, düşüncəm zəifləyir və ümumiyyətlə bu mühitə konsentrasiya ola bilmirəm. Bax, bu formada pozuntu yaranır. Nəfəs alıb vermə aktı artır. Bax, belə yaranır və bu zaman nəfəs alıb vermə aktı artdıqca beyinə oksigenin miqdarı artır. Artıq beyin təhlükəli bir vəziyyət olduğunu deyir ki, oksigen artıb, deməli, orqanizmdə təhlükəli bir hal var. Nəfəs alıb vermə aktı artanda xəstələr nə deyir? Doktor, elə bil, sinəmin üstündə bir qaya daş oturubdur, nəfəs alıb verə bilmirəm. Nəfəs alanda da ağciyərlərimə hava çatmır deyə ifadələr işlədir. Günay xanım, belə deyərdim də, depressiyada olan şəxslər canlı ölüdür. Yəni, bunlar həyatdan küsmüş, əzgin, bitkin, halsız, özgüvənsiz, həyatdan qırılmış vəziyyətdədirlər. Zövq alması azalır, maraq dairəsi aşağı düşür, yeməyin dadı tamı belə ağzında dadmır. Məsəl üçün, əvvəlcə bu çayı içirdimsə, zövqlə, bəhbəhlə çayın dadı tamı belə ağzımda dadmır, yeməyin dadı tamı belə ağzımda dadmır. Doktor, bunun ağırlıq dərəcəsi var, bəzi əlamətlər elə hamımızda müşahidə olunur. Bunun bir ağırlıq dərəcəsi, aşağı-yuxarı var mərhələsi, yoxsa? Bax, Günay xanım, sadaladığım bu klinik əlamətlər 2 həftənin üzərində davam edirsə, bizim funksionallığımızı aşağı salırsa, rutin gündəlik həyatımızı pozursa, iş fəaliyyətimizi aşağı salırsa, artıq bu halda depressiya diaqnozu qoyulur. Amma dərəcələri var. Yüngül, orta ağır və ağır. Ağır dərəcədə yəni yüngül dərəcədə nə olur, onu qeyd edim. Depressiyanın klinik sadaladığım əlamətləri daha yüngül formada olur. Yalnız pasiyent, məsəl üçün, günün müəyyən hissəsində, çox nadir hallarda əhval-ruhiyyə düşkünlüyü olur. Dərəcə artdıqca ağır dərəcədə artıq vaxt artır, saat artır. Gün ərzində bəli, insanın yorğun, bitkin, əzgin, əhval-ruhiyyə düşkünlüyü, hətta ağırlaşmış formalarda şəxs ağzını açıb qidalana bilmir, çeyniyə bilmir, sürətli çəki itirir Günay xanım. Yəni, vaxtında müalicə olunmazsa, tanınmazsa... Kaxeksiya, anoreksiya gedir şəxslərdə və yatağa möhtac qalır. Hətta bəzən zəng elirlər, doktor, müayinənizə necə gətirim deyir, yerindən qalxa bilmir, mən onu gərək ki, belə deyək ki, əlil arabasında gətirim, necə köməklik göstərə bilərik? Yəni, bu artıq ağırlaşmış vəziyyətdədir, gərək o vəziyyətə də gətirib çıxartmayaq da. Hətta Günay xanım, ağırlaşmış formalarda belə, bəzən bizim cəmiyyətimizdə valideynlərin gözündən qaçan, xüsusən yeniyetməli çağında müşahidə olunan depressiyalar var ki, bunlar ağırlaşaraq artıq digər bir cəhdlərlə nəticələnə bilir. Çox təəssüf, çox təəssüf. Günümüzdə çox artıbdır. Həqiqətən altını cızaraq deyirəm, diqqətli olsunlar. Və bu halda artıq digər bir məsələ, həyatdan bezmişəm, yaşamaq istəmirəm, ölüb qurtarsaydım canım dincələrdi, onsuz da bir gün hamımız öləcəyik deyə ifadələr işlədir. Bu ifadələr işləndisə, dərhal həkim psixiatrına müraciət etmək vacibdir. Dəfələrlə olub ki, mənim özümə yazıblar. 13 yaşında bir qızın valideyni müraciət eləmişdi, 15 yaşında bir oğlanın valideyni müraciət eləmişdi. Otağına qapanıb, heç kəsi görmək istəmir, mənlə danışmaq istəmir. Anayam, ona söz deyirəm, mənə qarşı aqressivlik göstərir, mənə eşitmək istəmir. Xalası, bibisi deyir ki, bizim uşaqlarında o yeniyetmə dövründə belə aqressiv idilər, bizə söz qaytarırdılar, narahat olma, keçəcək, hələ anlamır, başa düşmür, hormonları oynayır. Amma belə deyil, biz məqamı ötürə bilərik, çox diqqətli olmalıyıq, əziz valideynlər. Sizə buradan çox aşırı dərəcədə xahiş eləyirəm sizdən ki, övladlarınıza qarşı
qarşı həssas yanaşın. Gündə bu xəbərləri eşidirik, adını çəkmək istəmirəm. Yəni, amma diqqətli olaq bu məsələdə, çox rica eləyirəm. Doktor, yeniyetmələrdən danışdıq. Belə bir sual beynimə gəldi ki, bax, mövsümi depressiyadan danışırıqsa, bu hal kişilərdə, qadınlarda, yoxsa məsələn, gənclərdə, yeniyetmələrdə hansı qrupda daha çox görünür? Günah xanım, mövsümi depressiya digər tipik depressiyadan fərqli olaraq cavan depressiyadır, belə deyək, daha cavan yaşlarda. Yeniyetmələrdən başlayaraq gənc dövrlərdə daha çox müşahidə olunur. Bu halda biz mövsümi depressiya deyirik və mövsümi depressiya mövsümsel xarakter daşıdığına görə belə olur. Qadınlarda daha çox müşahidə olunur və buna mövsümi depressiya deyilir. Amma irəliləyən yaşlarda olursa, məsələn qadınlarda 60-65 yaşın üzərində biz buna invalidson melanxoliya, invalidson depressiya deyirik. Bir dəfə bu mövzuya da toxunarıq. İnşallah. Daha çox pensiya dövrünə keçməklə əlaqədar olaraq qadınlarda və ya da kişilərdə müşahidə olunan depressiyadır. Bu artıq irəliləyən yaşlarda müşahidə olunan depressiyadır. Günah xanım, ümumiyyətlə depressiya elə bir mövzudur ki, bu əsrin bəlasıdır, belə deyək. Hal-hazırda şəkərli diabet qədər yayılmış, hətta deyərdim ondan da çox yayılmış bir pozuntudur. Düzdür, gündəlik olaraq mənim əhvalım yoxdur, mənim keyfim yoxdur, söyləyə bilərlər. Bütün günü yatmaq istəyirəm, yazırlar bizə, bütün günü yatmaq istəyirəm. Bu depressiyanın əlaməti ola bilərmi? Hal-hey durub işini görə bilməməyi, qıcıqlıyam, əsəbiyəm, doktor tıncıxıram, bir yerdə qərar tuta bilmirəm, telefonu səssizdə istifadə edirəm, mesajları elə eləmişəm ki, telefonun belə deyək, üz görüntüsünə gəlmir, suyun şırıltısı, saat evdə gedir, saatın daşını çıxardır, saatın belə deyək, əqrəbinin çıqqıltısı, kimsə yemək yiyir, onun yanında yemir, deyir, dur, getsən buradan, sənin ağzına mırçıltısı mənə toxunur. O qədər qıcıqlı və əsəbi olurlar, xüsusən kişilər daha impulsiv olurlar. Dağıdıb, vurub, sındırmağa meyilli olurlar. Qadınlar isə daha çox ağlamaqla, nə bilim, kədərlənməklə, öz rəfiqələri ilə bölüşməklə depressiyanı keçirmiş olurlar. Yəni, depressiya kifayət qədər ağır, belə deyək, psixopatoloji simptomlarla özünü göstərən bir kliniki tablodur. Bax, Sevda xanım bizə yazır hal-hazırda, deyir ki, 45 yaşım var, 3 övladım var, payız başlayanda yemək yemək istəyim dəhşət artır. Sanki əhvalım da bu zaman çox pis olur, yedikcə özümü rahatlamış hesab edirəm. Bu depressiyanın simptomu, əlaməti ola bilərmi? Bəli, Günah xanım, bu mövsümi depressiyanın əsas klinik əlamətlərindən biri olan aşırı dərəcədə qidalanmağa meyillikdir. Adam yedikcə yeyir, özü bilirsiniz nə yeyir? Deyir, çayı mən nə bilim neçə dənə şokoladla içməsəm sakitləşmirəm. Şirniyyata meyilli olur, şəkərə meyilli olur, çörəyə meyilli olur, daha çox kalorili qidalarına qidalanmağa meyilli olur. Və insanlar bundan kompensasiya edərək zövq almağa çalışsa da yenə də alınmır. Kökəlməyə də meyilli olurlar və bu hər mövsümdə təkrarlanmış olur bəzən. Yəni, hər il təkrarlanırsa, bu artıq bir siqnaldır ki, həkimə müraciət etmək lazımdır. Doktorumuzun əlaqə nömrələrini də qeyd edirəm. Nə suallarınız varsa, doktorun qəbuluna yazılmaq istəyirsinizsə, buyurub müraciət edə bilərsiniz. 050 377 54 22 099 377 54 22 və bir xanım bizə yazır, deyir, nömrəmi deməyim, baş üstə. Gözəl Günay xanım, əzizimiz, gözəlimiz, nə gözəl verilişdirsə qurban olum. Allah eləməsin, daimi olsun. Amin. Mənim 29 yaşım var, ana olmuşam. Hamiləlikdə belə olurdum, amma 4 il keçib o dövrdən bu hal yalnız gecələr yatanda olur. Nəfəs darlığı, ürək çırpınma, ürəkdə ağrı, hətta sanki sinəm də göynüyür və sol tərəfdə olur bu. Depressiya ola bilərmi? Həkim psixiatra müraciət etməliyəmmi? Nə olar? Mesajımı oxuyun. Sevirəm sizi, canımsınız. Təşəkkür edirəm, biz də sizi gözəl sözlər üçün minnətdarımızı bildiririk. Biz də salamlayırıq izləyicini, diqqəti üçün çox sağ olsun. Bəli, burada nədən gedir söhbət? Əgər uzun müddət davam edirsə, artıq bu nevrotik pozuntu, nevroz belə deyək də, nevrotik pozuntudan keçib artıq depressiyaya doğru irəliləmiş olur. Qeyd etdiyim kimi, xüsusən bir tərəfli olan o quruma, uyuşma, keymə, bədəndə yanma, sancma, göynəmə tipli narahatçılıqlar nevrotik pozuntuya göstərişdir. Bəzən adamlar dəfələrlə baş beyin MRT müayinəsindən keçirlər, KT müayinəsindən keçirlər, Günay xanım, bir şey aşkarlanmır, keçdikcə keçirlər, elə bilir ki, doğrudan da hər hansısa bir 3-5 aydan bir hansısa patologiya yaranır bunda, bunun belə deyək, bu cür simptomları yaradır. Əslində onun altında yatan bir səbəb kimi depressiya vardır. Amma depressiya bir xəstəlik olaraq vaxtında müalicə olunmazsa həqiqətən də fəsad verər. Uzun müddətli ürək döyüntüsünün olması, ürək çırpıntısı doğrudan da nəticədə ürək problemlərinə, uzun müddətli insulin direnci stres fonunda şəkərli diabetə gətirər çıxar. Uzun müddətli mədənin qıcıqlanmış, irritabl vəziyyətdə işləməsi, köpüyün, qazın olması, diareya ishalın olması gətirib axırda belə deyək ki, mədə xorasına qədər gətirib çıxaran bir kliniki tablo yarada bilər. Ona görə depressiya elə bir xəstəlikdir ki, bizə müraciət eləmiş
pasientlər Günay xanım çox maraqlıdır. Ən çox yeniyetmələrdə olur və bəzən isə bu iş prosesi ilə bağlı, imtahanla bağlı olaraq yaranır cavan insanlarda. Qıcıqlanmış bağırsaq sindromu yaranır, irritabil. Dayanmadan, məsələn, xəstə gəlir, deyir, doktor, olmuşam da gastroenteroloqda, terapevtdə, o qədər müayinələrdən keçirlər Günay xanım. Adını qoyurlar mədə nevrozu, qıcıqlanmış bağırsaq sindromu və ən qədər, inanın, çox dəhşətə gəlirəm ki, reseptlərə baxırıq, belə deyək, tövsiyə vərəqlərində gəlirlər, reseptlərdə gəlirlər, 13-15 dərman içirlər mədə bağırsağına görə, dayanmadan qarın getmə, diareya, ishal və yaxud da qəbz olurlar və yaxud da ki, şəxs yemək yeyir, gedir tualetə, tualet vərdişləri sürətlənir, belə deyək, böyük bayra çıxa bilmirlər, qaz köp əmələ gəlir. Deyir doktor, elə bil heç elə yeyib çən də deyiləm, şişirəm, qarnım elə bir hamilə kimidir, şişmişdir. Bunlar hamısının altda yatan bir səbəbi kimi stres faktoru vardır. Bəli. Yəni bunlar belə deyək, dəyərləndirilməlidir. Doğrudan da əgər siz müayinələrdən keçirsinizsə, müayinələrdə əsaslı bir göstərici görünmürsə, İstər laborator müayinələri, istərsə də belə də instrumental, yəni baş beyin KT, MRT müayinəsi, qarın boşluq müayinələri, rentgen müayinəsi olsun, şəxs dayanmadan belə deyir, gecə dururam, boğuluram. Bəzən olur ki, sual altı asma diaqnozu qoyularaq stasionar müalicə almış ola bilirlər. Sual altı, yəni diaqnozdan ki, bu nədir görəsən, nə ola bilər? Əlamət oxşuyur axı. Bəli. Bunun da altda yatan səbəbi kimi depressiya ola bilir. Yəni depressiya çox çeşidli və kliniki tabloda çox müxtəlif kliniki əlamətlərlə özünü müşahidə edən bir xəstəlikdir, belə deyək. Yəni müxtəlif əlamətlər göstərir və bir də ən əsası həyat keyfiyyətini çox aşağı salır. Yəni belə insanlar var ki, bütün günü bax qaşqabaqlı, kim ona heç kəsdən, yəni ondan bir xoş eşitməyə və yaxud da nəyəsə bir hər hansı bir hadisəyə sevinməsini görə bilməzsiniz. Belə insanlar varsa ətrafınızda məsləhət görün ki, mütləq həkimə müraciət etsinlər və doktor, müalicə ilə bağlı istəyirəm ki, bir məlumat verəsiniz. Ümumiyyətlə bunun müalicəsi varmı? Tam müalicə olunurmu? Müalicə olunursa müalicə necə aparılır? Günay xanım, mövsümi depressiya digər depressiyalardan fərqli olaraq biraz çətin müalicəyə tabi olur. Burada müalicə üsulu olaraq təbii ki, digərlərində söylədiyimiz kimi psixoterapiya var, fototerapiya var, bu biraz plasebo effekti verir. Foto yəni işıq terapiyası. Bəli, işıq terapiyası plasebo effekti verir. Niyə görə? Çünki bu istədiyimiz effektlə yenə nəticə əldə olunmur. Ən yaxşı, çünki bizə gələnə qədər pasiyentlər o qədər xronikləşmiş vəziyyətdə olur ki, Günay xanım, mənə məsəl üçün müraciət edən pasiyentlər, xüsusən mən buradan anaları salamlayıram, deyirlər ki, doktor, siz bizim həkimimizsiniz, bizim övladımızı həyata qaytarırsınız. Çox şükür. O gündəlik olaraq eşitdiyim xoş sözlər o qədər məni ruhlandırır ki, o hərdən deyirlər, bu qədər enerjini hardan alırsan sən, buradan girirsən müayinədən, oradan efirdə, burada bu çəkiliş, deyirəm, elə pasiyentlərimdən alırım. Mən onları çox sevirəm, Günay xanım, sizin sayənizdə maarifləndirə bilirik onları. Nədən gedir söhbət? Dərman müalicəsi, farmakoterapiya. Farmakoterapiya bizim cəmiyyət qorxmasın. Dərman ən yaxşı müalicə üsuludur. Niyə? Həm uzun müddətlidir, həm qalıcıdır, həm də ki, cibinizə, belə deyək ki, maddi tərəfdən yaxşıdır. Və dərman müalicəsi dediyim 1-2 dərmandan söhbət gedir. 13-15, 4-5 dərmandan deyil. Bir dərmandan və yaxud da ki, ən ağır halda 2 dərmandan tam şəkildə depressiyanı korreksiya etmək mümkündür. Depressiyada olan zaman biz müalicəyə başlayırıq. Depressiyanın klinik əlamətləri biz başlayana qədər, ən qədər həkimləri də olmuş olurlar. Günay xanım, inanın ki, istənilən xəstəliklə bağlı sənədləri qoyurlar qarşımıza. Baxa-baxa qalır, deyir, doktor, ona baxdım, buna baxdım. Deyirəm, bir göz baxmaq baxmayana da qıcıqlanırlar ki, buna bax, gör nə yazılır. Buna bax, gör nə yazılır. Bax, bunu analiz vermişəm, MRT-dən keçmişəm. İnanın, Günay xanım, hər ay gedir həkimin yanına, baş beyin EEG müayinəsini keçir. Deyirəm, burada nə aşkarlamaq istəyirmiş həkim. Əlavə yəni, bəli, əlavə olaraq müayinələri dəfələrlə... Maddi baxımdan geriyə düşürlər. Bəli, maddi tərəfdən, mənəvi tərəfdən çox üzülmüş vəziyyətdə olur. Hətta bilirsiniz nə deyirlər? Heç sevmədiyim bir söz var, pasiyentlər həmişə deyirəm. Deyir, doktor, qaranti verirsiniz. Deyirəm, o sözü sevmirəm, çünki qapıdan çıxanda özümə də qaranti verə bilmirəm. Amma siz sağalacaqsınız inşallah. Bəli. Mən, yəni, bəzən olur eyni dərmanı deyir, doktor, vaxtı ilə bilir. Deyirəm, mənim əlimdən içdə bir. Səbəb belə deyək. Bəzən olur ki, həkimlə pasiyent arasında o qədər gözəl bağ yaranır ki, Günay xanım. Belə deyək, sevgi dolu, o qədər doğmalaşırıq artıq onlarla. Ona görə sizi bu qədər sevirlər də doktorumuz. İnanırsınız, 3 gündən sonra, 2 gündən sonra yığırlar ki, məni. Doktor, çox yaxşıyım. Əslində, farmakokinetik olaraq, farmakodinamik olaraq dərmanın təsir mexanizmi 2 həftə üzərindədir. Amma elə bir bağ yaranır ki, 3 gündən sonra artıq pasiyent özünü çox yaxşı hesab eləmiş olur. Çünki həkimə inam da çox önəmlidir və məndən soruşanda, məsələn, o dediyimiz əlamətlərindən hər hansı birini çəkəndə artıq bildiyimə görə deyirəm, həkim psixiatr Aytən Namazova, buyurun müraciət edin, fərqi yoxdur. Bu yaxınım olsun, doğmam olsun və yaxud da kənardan bir küçədə yaxınlaşan bir insan olsun və yaxud da bizim doğma əziz tamaşaçılarımız
psixiatrımız olsun, tam ürəklə tövsiyə edə biləcəyim bir Bəzən olur həkimdir. Günay xanım deyirlər ki, maddiyatla bağlı yaxınlaşa bilmədik, getdik başqa həkimlərə. Mənə gələnə qədər gedirlər də müəyyən qədər. Deyir, amma sizi izləmişdik Günay xanımın verilişində. Yaxın deyir, nə yaxşı sizi tapdıq. Nədən gedirik? Bunu mən söz xatirinə demirəm. Və yaxud da ki, kimisə bizim cəlb eləmək üçün demirəm. Mən buradan bütün pasiyentlərimi salamlayıram. Həmişə də baxırlar Günay xanım, sizi o qədər sevirlər ki, o qədər gözəl diskussiya aparırsınız ki, bizim üçün çox maraqlı olur. Bizim məqsədimiz zaten burada maarifləndirməkdir. Biz eyni mövzunu bizim məqsəd maarifləndirməkdir, cəmiyyətimizə belə deyək ki, doğru düzgün məlumatı çatdırmaqdır. Nə yaxşı ki varsınız. Mən də çox sevinirəm ki, sizin kimi dəyərli həkimlə bərabər addımlayırıq və bir peşəkarla danışmaq bir başqadır. Çünki savadlı müzakirənin şahidi olurlar və bizim ATV telekanalında da hətta bəzən həmkarlarım yaxınlaşırlar. Sənin verilişin o həkim psixiatr var, çox savadlı qızdır. Deyirəm, bəli, gənc görünməsinə baxmayaraq artıq illərini bu yolda xərcləmiş bir həkimimizdir. Öz sözünü demiş bir həkimimizdir və Azərbaycanda tanınan bir həkimdir. Nəinki Azərbaycanda, elə dünyanın bir çox ölkələrindən, Azərbaycanın bölgələrindən onu deyib gələn, şəfa tapan insanların sayı yüzlərlədir. İşini çox sevən həkimimizdir. Səhər saat 6 zəng vurun Aytən xanıma. Aytən xanım, nə edirsiniz? Qəbuldayım Günay xanım, harda olacam? Səhər saat 6-dan pasiyentləri artıq qəbul eləməyə başlayır və çox həssas yanaşır, hamısına yetərincə vaxt ayırır və doğrudan da müalicə etdiyi şəxslərdə o geri qayıtma müşahidə olunmur. Əgər doğrudan da onun dediklərinə əməl edirlərsə, işini bilən və çox həssas yanaşan, doğru diaqnoz qoyan həkimimizsiniz. Doktor, mövzumuzla bağlı istəyirəm son olaraq bir tamaşaçılarımıza müraciət eləyəsiniz. Buyurun. Əgər ki sizdə belə deyək, mövsümi depressiyada aşırı dərəcədə gün ərzində yuxulusunuzsa, halsız, yorğun, bitkin, beyninizdə daim olaraq negativ, pis, bədbin düşüncələr varsa, enerji potensialı enibsə, hərəkətsizlik yaranıbsa, yatağınızdan qalxa bilmirsinizsə, bir yerdən durub digər yerə keçə bilmirsinizsə, gün ərzində zövq alması enibsə, maraq dairəsi aşağı düşübsə, artıq əvvəllər zövq aldığınız belə deyək, aktivitələrinizdən zövq ala bilmirsinizsə, yeməkdən zövq ala bilmirsinizsə, geyindiyiniz geyimləri belə dəyişmək istəmirsinizsə, öz gigiyenik qaydalarınıza əməl etməkdə belə çətinlik çəkirsinizsə, cinsəl disfunksiyalar yaranıbsa, artıq heç nə sizə zövq vermirsə, özgüvənsizlik yaranıbsa, işinizi belə doğru düzgün vaxtında icra etmək istəmirsinizsə, kimsə danışanda belə sizə qıcıq əsəblik yaradırsa, artıq burada bir həyəcan təbili çalmaq lazımdır və bu sadaladığım klinik əlamətlər digərləri 2 həftənin üzərində davam edirsə, artıq burada bir depressiya işarədir. Təşəkkür edirəm. Doktor, əsas olan odur ki, vaxtında bu problemi tanımaq və özümüzə doğru zamanda yardım etməkdir, peşəkara müraciət etməkdir. Bu hallarda həkim psixiatra müraciət etmək şərtdir. 050 377 54 22, 099 377 54 22 qısa aradan sonra davam edəcəyik.